Salam əziz tələbələr, bugünkü mövzumuz mübtədə və xəbərin uzlaşmasıdır. İngilis dilində mübtədə və xəbər uzlaşmalıdır. Yəni, mübtədə təkdə olarsa, xəbər təkdə. Mübtədə cəmdə olarsa, xəbər cəmdə olmalıdır. Gördüyümüz kimi tək feillər is, was, has, does, comes, plays, spends, gives. Cəm feillər are, were, have, do, come, play, spend, give. Deməli, biz bilirik ki, feillərin sonunda olan s feilin təkliyini bildirir. Mübtədə üçüncü şəxsin təkindədirsə, he, she, it, digər şəxsədədirsə, I, we, you, they əvəzlikləri işlənir. İndiki zamanda üçüncü şəxsin təkində feillərin sonuna ss şəkilçisi əlavə olunur. Gördüyümüz kimi, this boy plays football. Amma digər şəxslərdə indiki zamanda feillərin sonuna ss şəkilçisi artırılmır, feil olduğu kimi qalır. Deməli, üçüncü şəxsin təkində indiki zamanda is, keçmiş zamanda was işlənir. The boy is playing football. İndiki zamanda the boy was playing football, keçmiş zamanda. Digər şəxslərdə indiki zamanda are, keçmiş zamanda were işlənir. The boys are playing football. The boys were playing football. Yəni, təklərlə he, she, it, cəmlərlə are, we işlənir. Sonra, to have feili üçüncü şəxsin təkində həzə çevrilir, amma digər şəxslərdə have olaraq qalır. Keçmiş və gələcək zamanda feilə ss şəkilçisi əlavə olunmur. Sonra, baxırıq and bağlayıcısının işlənmə qaydasına. And bağlayıcısı necə işlənir? Həmcins mübtədələr and bağlayıcısı ilə bağlanırsa, xəbər həmişə cəmdə olmalıdır. Mübtədələr sayılmayan isimlər olsa belə, and bağlayıcısı ilə bağlanıbsa, biz xəbəri yenə də cəmdə verməliyik. Nümunədən gördüyümüz kimi, coffee and tea, görürük ki, hər ikisi sayılmayan isimdir, amma xəbər olaraq cəm vermişik. Yəni, ismin sayılıb, sayıla bilməməyindən asılı olmayaraq, and bağlayıcısı ilə bağlanıbsa, deməli, xəbər cəmdə olmalıdır. Amma bir sıra hallar var ki, bu zaman biz and bağlayıcısından sonra cəm xəbər verə bilmirik. Baxaq, bunlar hansılardır? And bağlayıcısı dırnaqda verilirsə, gördüyümüz kimi Əli and Nino dırnaqda verilib. Bu zaman xəbərimiz təkdə olmalıdır. Sonra cümləmiz gerundla başlayırsa, yenə də xəbərimiz təkdə olmalıdır. Nümunəni görürük. Using too much salt and sugar is harmful. Cümləmiz gerundla başlayıb deyə, and bağlayıcısı olmağına baxmayaraq, yenə də xəbərimiz təkdə olmalıdır. Daha sonra cümləmiz məsdərlə to ilə başlayırsa, to speak English and German is an advantage. Yəni, to məsdərlə başlayıb, baxmayaraq ki, and bağlayıcısı var, yenə də tək xəbərlə ifadə olunur. Daha sonra baxırıq nəyə? Noun plus of plus noun konstruksiyasında xəbər birinci ofdan əvvəlki mübtədə ilə uzlaşır. Nümunəyə baxaq. Cümləmizdə of-u görürük. Deməli, biz demişdik ki, hansı ilə? Of-dan əvvəlki isimlə uzlaşdırırıq. The bunch təkdə olduğuna görə xəbərimiz is olur. Daha bir nümunəyə baxaq. Of-dan əvvəlki söz windows cəmdir deyə xəbərimiz cəm olub. Daha sonra baxırıq. Neither nor, either or, not only, but also kimi birləşmələrə. Burada xəbər, nor, or, but also-dan sonrakı mübtədə ilə uzlaşır. Nümunəyə baxaq. Neither my sister nor her friend is here. Gördüyümüz kimi biz nordan sonrakı isimlə, yəni mübtədə ilə uzlaşdırırıq. Təkdədir deyə xəbərimiz təkdə olub. İkinci hissəyə baxaq. Nordan sonrakı mübtədə cəmdədir deyə xəbərimiz cəmdə olub. Sonra baxırıq boss-un işləmə qaydasına. Boss həmişə xəbər cəmdə olur. Nümunələrə baxa bilərik. Boss David and his brother have read. Sonra baxırıq a number of, the number of qaydasına. Bunu biz keçmişik. Yenə də təkrar olaraq baxa bilərik. A number of-dan sonra cəm isim, cəm xəbər. The number of-dan sonra cəm isim, tək xəbər işlənməlidir. Sonra 7-ci qaydaya baxırıq. Which, who, that nisbə əvəzlikləri təyin etdikləri isim özlərindən sonra gələn xəbərlə uzlaşır. Noun plus who, which, that plus predicate.
Baxırıq. I don't like the neighbors who are too noisy. Deməli, neighborsa görə bizim xəbərimiz nə olub? Cəmdə olub. İkinci tərəfə baxırıq. Burada neighbor sözü təkdədir deyə xəbərimiz də təkdə olub. Daha sonra 8-ci qaydaya baxırıq. It, much, aza, naza, another, and one və bütün törəmə əvəzliklər. Yəni törəmələr də bilirik ki, every'nin, some'ın, any'nin, no'nun bütün törəmələri həmişə xəbəri təkdə tələb edirdi. Sonra baxırıq 9-cu qaydaya. Several, was, many, few və others əvəzlikləri xəbəri cəmdə tələb edir. Several of my books are. Yəni severaldan sonra cəm xəbər. Many'dən sonra yenə də cəm xəbər. Daha sonra baxırıq. Some, any, no, all, more, and mostdan sonra tək isim, tək xəbər, cəm isim, cəm xəbər. Yəni özündən sonra gələn isimlə uzlaşır. İsim təkdirsə, xəbər təkdə olmalıdır. Yox əgər isim cəmdirsə, xəbər cəmdə olmalıdır. Nümunəyə baxaq. Some people have very strange hobbies. Okay. Nümunəmizə baxırıq. Some people. People-a görə biz nə veririk? Xəbərimizi cəmdə veririk. Sonra some Jews bilirik ki, sayıla bilmir. Ona görə xəbərimiz təkdə işlənir. Daha sonra baxırıq 11-ciyə. Deməli, burada there, here, where və or olan cümlənin xəbəri özünə ən yaxın isimlə uzlaşır. Nümunədən gördüyümüz kimi there is an apple. Deməli, burada and-ə görə bəzi tələbələr çaşa bilər. Burada and bizi çaşdırmır. Nəyə görə? Çünki ismimiz birinci isim təkdirsə, xəbər də təkdədir. Okay, sonra baxırıq 12-ci qaydaya. It ilə başlayan cümlənin xəbəri həmişə təkdə olur. It was 5 o'clock nümunədən də görə bilərik. Sonra 13-ə baxırıq. The artiklə işlənib substantivləşən sifətlərin xəbəri cəmdə olur. The old are sitting under the tree. Biz bilirik ki, old təşkildən normal şəkildə işləndikdə köhnə, yaşlı mənası verir. Amma the old are sitting burada yaşlılar mənası verir. Ona görə xəbərimiz cəmdə olmalıdır. The article ilə işlənirsə xəbərimiz cəmdə olur. 14-ə baxırıq. Əgər mübtədə bütöv söz birləşməsi, gerund, məsdər tərkibi, yaxud budaq cümlə ilə ifadə olunarsa xəbər təkdə olur. Görürük, using a computer saves. Deməli, baxırıq 15-ciyə. Mübtədə riyaziyyatın hesablama bildirən söz qrupu ilə ifadə olunduqda xəbər adətən təkdə olur. Görürük, for and for. Baxmayaraq ki, burada and ilə bağlanıb, 2 rəqəm var, amma xəbərimiz təkdə olmalıdır, riyazi hesablama bildirdiyinə görə. Sonra 16-ya baxırıq. Mübtədə who və what sual əvəzlikləri ilə ifadə olunduqda xəbər təkdə olur. Who teaches. Gördük, who teaches-lə uzlaşır. Yəni, xəbərimiz təkdə olmalıdır. 17-yə baxırıq. Əgər mübtədə ölçü, zaman, məsafə, pul, faiz, kəsir ifadə edən sözlərlə ifadə olunarsa, xəbər adətən təkdə olur. Example, $250 is the minimum wage. Burada sizi çaşdıra bilər ki, nəyə görə $200 biz təkdə götürürük. Biz bunu cəmdə götürməliydik. Xeyr. Yəni, burada pul miqdar bildirirsə, xəbərimiz təkdə olmalıdır. Lakin bu qaydaya baxa bilərik. Ümumi dollardan, puldan danışılırsa, dollars are often used instead of rubles in Russia. Burada ümumi pullu haqqında danışdığına görə cəmdə işlənə bilir. Çünki miqdar bildirmir. 18-ə baxırıq. Ancaq mübtədə ölçü, zaman, məsafə, pul, faiz, kəsir ifadə edən sözlər of birləşicisi ilə işləndikdə xəbər özünə ən yaxın olan isimlə uzlaşır. Baxırıq. Half of the tables. Görürük. Of-a ən yaxın hansıdır? Tables. Bu zaman xəbərimiz tablesa görə cəmdə olmalıdır. Okay. Daha sonra baxırıq 19-cu qaydaya. Mübtədə with ilə, as well as-lə, along with bağlayıcıları ilə birləşərsə, xəbər yalnız birinci gələn isimlə uzlaşır. Məsələn,
David, birinci gələn isimimiz David olduğuna görə xəbərimiz təkdə olmalıdır. Yəni birinci gələn isimlə uzlaşır. Sonra 20-yə baxırıq. Aşağıdakı nümunələrdə xəbər ilk sözünlüyə qədər olan ilk mübtədə ilə uzlaşır. Deməli, bunlara fikir verməliyik. Lorry, Lorry'yə görə xəbərimiz tək olub. The monument, buna görə də xəbərimiz tək olub. The news, xəbərlər həmişə təkdə olduğuna görə xəbərimiz yenə tək olub. Many articles, cəmdə olduğuna görə xəbərimiz cəm olub. Sonra all-un işlənmə qaydasına baxırıq. All cümlədə iki funksiyada işlənir. Mübtədə və ya təyin kimi. All mübtədə olduqda canlı varlıqları bildirdikdə feil cəmdə. Cansız varlıqları bildirdikdə isə feil xəbər təkdə olur. Bu ancaq mübtədə vəzifəsindən çıxış etdikdədir. Baxırıq. All əgər təyin olduqda özündən sonra həm sayıla bilən, həm sayıla bilməyən isim, tək isim gəlir. Deməli, all-dan sonra sayıla bilən cəm isim gəlibsə, xəbər cəmdə olmalıdır. Yox, əgər sayılmayan isim gəlibsə, xəbər təkdə olmalıdır. Belə konkret olaraq deyək ki, all mübtədə vəzifəsində işlənirsə, canlılarla işlənəndə cəmdə, cansızlarla isə təkdə işlənir. Təyin vəzifəsinə çıxış etdikdə isə uzlaşma görə uzlaşır. İsim təkdirsə, xəbər də təkdir. İsim cəmdirsə, xəbər də cəmdir. Daha sonra baxırıq. Sonu SCS ilə bitən ölkə və təşkilat adları mənacı təşkillər və tək xəbər tələb edirlər. Baxırıq. United States is xəbər təkdə olub. Sonundakı S bizi çaşdırmasın. Sonunda S olsa belə biz onu cəm götürmürük. Çünki ölkə adı bildirir, təşkilat adı bildirirlər. Daha sonra test edərkən bir sıra qaydalar var ki, biz onlara fikir verməliyik və bu qaydalar hansılardır? Gəlin bir yerdə baxaq. Deməli, iki isim yanaşı gələrsə, birinci isim təyin funksiyasına çıxış edir. Bu halda xəbər ikinci isimlə uzlaşır. Baxırıq. Silk, stockings. Hər ikisi, silk də, stockings də hər ikisi isimdir. Amma biz burada nə edirik? İki isim yanaşı gəlirsə, ikinci ismə görə uzlaşdırırıq. Yəni, stockings cəmdə olduğuna görə are, were, have bu kimi xəbərlər veririk. Sonra ikinciyə baxırıq. Apostrof S plus cəm isim plus cəm xəbər. Bu halda apostrof S-dən sonraki isimlə uzlaşır. Baxırıq. Nümunəyə The Actors Movie. Deməli, actors-dan sonra gələn söz movie təkdə olduğuna görə xəbərimiz təkdə olub. Əgər cəmdə gəlirsə, books-a görə cəmdə veririk xəbərləri. Üçüncüyə baxırıq. Noun plus of plus noun konstruksiyasında xəbər birinci of-dan əvvəlki mübtədə ilə uzlaşır. Of-dan əvvəlki nədir? The windows. Cəmdə olduğuna görə xəbərimiz cəmdə olur. Dördüncü nümunəyə baxaq. Bəzi nümunələrdə xəbər ilk sözünlüyə qədər olan ilk mübtədə ilə uzlaşır. Məsələn, tests cəmdədir, are veririk. The traffic təkdədir, sayılmır, tək xəbər veririk. Daha sonra some of, any of, all of, a lot of, more of, most of. Bunlardan sonra sayıla bilən cəm isim gəlirsə, cəm xəbər gəlməlidir. Tək isim gəlirsə, tək xəbər gəlməlidir. Yəni, bir sözlə mübtədə xəbər bir-biri ilə uzlaşır. Daha sonra baxırıq. One of, each of, which of, either of, neither of, none of. Bunlardan sonra cəm isim, tək xəbər gəlməlidir. A number of, several of, both of. Bunlardan sonra cəm isim, cəm xəbər gəlməlidir.